Salam uşaqlar. Bugün OTK suallarından bir sual izah edək. Deməli, şərtdə deyir ki, kütlələrə eyni olan 3 maqnit ipdən asılmışdır. Birinci və ikinci maqnitin altında cərəyan mənbəyinə qoşulmuş sarğaclar yerləşdirilmişdir. İplərdə yaranan gəlmə qüvvələrinin modulları arasında hansı münasibət doğrudur? Gəlin ilk öncə həmin bu cərəyan mənbəyində cərəyan şiddətinin istiqamətini təyin edək. Biz bilirik ki, cərəyan mənbəyinin müsbət qütbündən mənfi qütbünə doğru yol alır. Yəni, cərəyan istiqaməti baxın, belə olacaq. Mən dərsin əvvəlində hazır burada əl çəkmişdim. Gətirib əli tam qoyaq sarğacın üzərinə. Baxın, diqqətlə baxsaq, cərəyan müsbətdən mənfiyə doğru hərəkət etmiş oldu. Cərəyan mənbəyinin müsbət qütbündən mənfisinə doğru. İndi bu əli götürək və gedək sarğacın yanına. Sarğacın yanına diqqətlə baxsaq, görərsiniz ki, sağ əl qaydasına əsasən açılan 4 barmaq cərəyan şiddətinin istiqamətini, baş barmaq isə B maqnit induksiyasının istiqamətini təyin etmiş olur. İndi siz praktik olaraq düşünün ki, sanki bu maqnitin, sarğacın daha doğrusu, daxilində bir maqnit var. Maqnitin bu qütbü B induksiya xətti çıxır. Deməli, biz bilirik ki, maqnitin B induksiya xətti çıxan tərəf hər zaman maqnitin N qütbüdür. Daxil olan tərəf isə S qütbüdür. İndi burada yuxarı maqnitə baxaq. Bu maqniti aşağıya doğru həmin maqnitin ağırlıq qüvvəsi də artır. Həmçinin yuxarıdakı maqnitin aşağı hissəsi N və aşağıdakı maqnitin yuxarı hissəsi S qütbləri olduğu üçün biz bilirik ki, müxtəlif adlı qütblər bir-birlərini cəzb edirlər. Ona görə də yuxarıdakı maqnit aşağıdakı maqnitə cəzb olunmuş olur. Daha sonra yuxarıdakı gəlmə qüvvəsini təyin etmək üçün Newtonun ikinci qanunu tətbiq etsək, aşağı qüvvələr hər ikisi aşağıya doğru yönəldiyi üçün həmin qüvvələri cəmləyəcəyik. Yəni, aşağıya doğru yönəlmiş ağırlıq qüvvəsi üzərinə gəlinsin maqnit qüvvəsi. İkinci prosesə baxsaq, yenə də cərəyan mənbəyi müsbətdən mənfiyə doğru yol almış olacaq. Cərəyan müsbətdən mənfiyə doğru gəldi. Gətirsək digər əli həmin məsələyə tətbiq etsək, görərik ki, yenə açılan 4 barmaq cərəyan şiddətinin istiqamətini təyin etmiş olur. Yuxarıya doğru isə B induksiya xətti yönəlmiş olacaq. Yəni, siz düşünün ki, bu sarğacın daxilində bir maqnit var və maqnitin yuxarı qütbündən B induksiya xətti çıxır. Biz bilirik ki, maqnitin B induksiya xətti çıxan qütb mütləq N qütbüdür. Daxil olan qütb isə S qütbüdür. İndi yuxarıdakı maqnit ilə aşağıdakı maqnit qütblərini bir-birinə eyniləşdirsəm, görərəm ki, hər iki maqnit, üzdə baxan maqnitlər N qütbüdür. Deməli, bu maqnitlər bir-birlərini dəf etmiş olacaqlar. Yəni, maqnit qüvvəsi yuxarıya doğru yönəlmiş olacaq yuxarıdakı maqnitdə. Həmçinin bu maqniti aşağıya doğru dartan bir mg ağırlıq qüvvəsi mövcuddur. Deməli, burada maqnit qüvvəsi və gərilmə qüvvəsi yuxarıya doğru yönəlmiş oldu. Həmin qüvvələri cəmləyirəm. Yəni, maqnit qüvvəsi üzərinə gəlinsin T2 gərilmə qüvvəsi bərabər də aşağıya doğru yönələn ağırlıq qüvvəsinə, yəni mg-yə. Buradan T2-ni tapsaq, T2 gərilmə qüvvəsi bərabərdir mg çıxılsın maqnit qüvvəsi. Bunu da təyin etdikdən sonra bizdə qaldı sonuncu, yəni üçüncü şəkil. Üçüncü şəkildə isə bizə verir ki, bu aşağıda maqnit olmadığı üçün aşağı hissədə bu cismə yalnız aşağıya doğru, maqnitə daha doğrusu aşağıya doğru yalnız ağırlıq qüvvəsi təsir edir. Gəlin müqayisə edək. Birinciyə təsir edən gərilmə qüvvəsi mg üstə gəlinsin maqnit qüvvəsi. İkinciyə təsir edən gərilmə qüvvəsi mg
çıxılsın maqnit qüvvəsi. Üçüncüyə təsir edən gərilmə qüvvəsi isə yalnız mg-yə bərabərdir. İndi bunları müqayisə etsək, təbii ki, ən böyük qiyməti toplandığı üçün T1 alacaq. T1 böyükdür digər mg-dən, yəni T3-dən, o da böyükdür fərqdən, yəni T2-dən böyük qiymət almış olur. Doğru cavab variantı C variantıdır.